Baxın, nə göstərəcəm. Deməli, istifadə etdiyim bütün home məhsullarıdır. Mən sadəcə olaraq market vərdişimi dəyişmişdim. Mənə lazım olan məhsulları marketdən deyil də, sırf əməkdaşlıq etdiyim şirkətdən alaraq, onlardan mən həm hədiyyələr qazanmışam, həm də maaş almışam. Baxın, bunların hamısı boşdur. Hamısını istifadə etmişəm. Heç nə yoxdur. Və çöpə də atanda, təbii ki, pis his keçirmirəm, çünki bunları istifadə edib əvəzində həm hədiyyələrimi, həm də maaşımı almışam. Ümumiyyətlə, hansı firma olsun, həmin firma ilə əgər əməkdaşlıq eləyiriksə, biz mütləq oran məhsullarından alaraq həm keyfiyyətli məhsullarını istifadə etmiş oluruq, həm də maaş almış oluruq. Yəni, ağıllıcasına pul qazanmaq buna denilir. Mən indi bunların hamısını götürüb zibilə atacağım və atmamışdan öncə dedim bir çəkim ki, baxın, bu hələ 2 ildə əməkdaşlıq edirəm, düzdür. 2 ildə aldıqlarımın demək olar ki, bu 2 ayı istifadə etdiyimdir. Yəni, hər ay market vərdişimi dəyişərək öz onlayn marketimdən almışdım. Düşünürəm ki, hansı şirkətlə əməkdaş olursansa ol, orada məhsullar alaraq, yenə dediyim kimi, ağıllıcasına, ağlını kullanaraq, türklər demiş, ağlını istifadə edərək bu cür həm keyfiyyətli məhsullardan istifadə edib, həm də pul qazana bilərik. Həqiqətən çox gözəl məhsullar idi. İndi də çöpə atıram. Yəni, bir damcı belə pis olmuram ki, bu mənə nə qazandırdı. Amma marketdən aldığımızı, baxın, istifadə edirik, tuluyuruq və əvəzində də heç nə qazanmırıq. Başqa bir firmada, başqa bir şirkətlə əməkdaşlıq etsəm belə, yenə də marketdən yox, sırf əməkdaşlıq etdiyim şirkətin məhsullarını istifadə edərək özümü qazandırmağa çalışaram.